Mən dərd çəkməyəcəm. O alim deyirdi, ev üçün deyir, vurnuxdum, çalışdım, evim olsun. Sonra bir dedim, Allah bilsən nə var? Bir dəfə ağlıma gəldi. Dedim, Allah bilsən nə var? Ev mənim problemim deyil. Mənim evimin problemi sənin problemin. Mən sənin işə niyə qarışıram, ümumiyyətlə? Ged özün əllə eləməz. Problem sənin problemin. Mənim evim yoxdursa, bəndən deyil, ha? Problem sənin problemin. Zəhmət çək, bəndə evlə təmin elə. Bir bunu düşündüm, vəssalam, həll oldu bir gün içində. Neçə ildir vurnuxurdum, həll olmurdu. Mənə bunu başa düşmək lazım idi. Ümumiyyətlə, həyatda Allah deyəsə ki, mənim problemim bura bax, ərklə deyəsən, bəndəcəsinə deyəsən, mən kimi deməm, estağfurullah, hörmətsizlik, yox. Elə onun sevgi ilə kiçik böyüyə deyər ki, bura bax, sənə qurban olum. Mənim həyatımın çətinlikləri sənin problemlərin, mənim deyil. O mənada yox ki, oturum deyim, sənin problemin yox. O mənada ki, mən gedirəm sadəcə ona görə işimin dalınca ki, sən demisən get. Amma mən həll eləmirəm heç nəyi. Təvəkkül eləsə iki hal olacaq. Ya işimiz alınacaq, rahat olacaq, ya alınmayacaqsa dəqiq biləcək ki, alınmamağı mənə lazım idi. Onda yenə də rahat olacaq.